Mənim mesajım Pərviz Məmşovadır. Çünki o məni bir başqa bir dövlətdə atdı, getdi. Mən onunla 17 sənə evliyəm. Mən çalışdığım zaman çalışırdım. Evə gəldim ki, evdə mən 10.000 dollar paramı, 5.000 dollarlıq mənim qızılımı alıb getmiş. 2 kərə də bu insan həbsə düşmüş. Sonra da getmiş orada əskər qaçağı olduğu üçün yenə də bu həbsə düşmüş. Mən yenə də ailəm olduğu üçün ona 3.000 dollar para göndərmişəm. Onu borc alıb vermişəm. Onu içəridən çıxartmışam. O yenə də ona rağmen mənə baxmayaraq məni yenə də buraxmış. Başqa bir internetdən bir tanəsini bulmuş. Onunla çıxıb getmiş. Şimdi onun yanındadır. Onun da bir dənə çocuğu olduğu üçün, malı, mülkü olduğu üçün, evi falan, arabası deyə bu insan onun yanına girmiş, onunla bərabər olmuş, başqasının uşağına babalıq yapır. Mən də burada qalmışam, çalışıram. Burada ev əşyası almış. Bütün insanlar gəlir mənim qapımı kəsir. Bütün insanlar gəlir mənim qapımı kəsir. Mən yenə də işləyirəm, o insanların parasını verməyə çalışıram. Bir türlü verə bilmirəm. Sevgilisinə sevgililər günündə 2 milyarlıq telefon alıb vermiş. Onun borcu qalmış. O insanlara da aldığı adamlara mənim telefon numaramı vermiş. Hər kəs gəlir mənim qapımı kəsir. Mən bir kadın olaraq məcbur qalmışam. Çalışıram mən onları ödəməyə, amma bir türlü ödəyə bilmirəm. Bu insan nərdədirsə, haradasa çıxsın ortaya. Gəlsin mənim qarşıma. Desin ki, mən belə-belə eləyib getmişəm. Bu insan o qədər şəxsiyyətsiz bir insandır ki, ailəsini başqa bir dövlətdə qoyub gedən insandır. Gedib şimdi də internetdən bulduğu bir kadının yanında oturmuş, kəndi çocuğu deyil, başqasının bir çocuğuna babalıq yapır. Nədir o kadının evi, arabası olduğu üçün girib o kadının yanına. Bu məncə erkəkliyə sığmayan bir işdir. Əgər onun onuru, qururu, şərəfi varsa, gəlsin çıxsın mənim qarşıma. Məni burada yalnız buraxıb getməsin. Məni 17 sənəlik evliliyimi heç edib, bir şeydir, internet kadınına məni satıb gedən insana mən insan deməm. Çünki onda şəxsiyyət, onur, qurur yoxdur.